Herkese salamlar dostlar. Bugün götürdüğüm trade'leri göstereceğim. Bu trade'i götürmüştüm, böyle değildi. Bir saniye belə, birim birə buradan trade götürmüştüm. Prosta yadımdan çıxıb mikrofonu açmamışam. Özüm üçün danışırdım, sən demək videoya düşməyib səs. İndi sizə bu paper hesabı idi. Çünki fon hesabımda bir də evaluation hesablarında consistency mənə lazım olan qədər deyə artıq trade götürmək istəmədim. Bir də o həmin hesablarda götürdüyüm trade'ləri indi sizə göstərəcəm. Hesaba girim, gedim həmin yerə göstərirəm. Demək, hesaba girdik. Mən gedim bir dənə həmin yerə. Bunu hələlik ki silək. Demək, mən trade'i overnight'da götürdüm. Yəni, overnight son vaxtlar xoşuma gəlir. Belə səviyyələrə çox yaxşı hörmət eləyir. Həm də ki, yəni volatillik az olsa deyib, bu günləri volatillik az değildi. Yəni Sunday açılışında volatillik elə də az olmur. Səhər hardan girmişdim mən trade-ə, indi onu göstərim sizə. 2 dənə trade götürmüşdüm. Bu chart executions'ları açım. Elements tərəfi idi. Demək, birinci trade'imi baxın buradan girdim. Volume area-dan. Kiçik trade idi. 2000 ilə girmişdim deyəsən. Point of control'a kimi. Yəni elə böyük trade değildi. Buradan bura point of control'a kimi. Sonra volume profile yarandıqca burada bir dənə vəziyyət yarandı. Baxın. Volume area high-dan qiymət qırdı, üstünü çıxdı. Gəldi, reaksiya göstərdi volume area high-a. Bu yuxarı qalxanda mən oradan girdim. Baxın, bax buradan. Buradan girdim. Fon hesabında təxminən. Mənim giriş nöqtəm haradaydı? Saniyə baxaq. Buradan təxminən. Buradan girdim. Stopumdakı bunun bir alacağı altındaydı. Bura kimi də ki mənim risk reward'um. Fon hesabında belə götürdüm. Amma evaluation'da birin birədə kontraktımın birini satdım. Break-even'a qoydum. Qalanındakı dünənin volume area low-una kimi. Çünki əsas target elədiyimiz isə buraydı. Fonda da götürərdim. Sadəcə Apex-in 50% consistency rule var. İstəmədim onun üstündən elə çox üstünə keçim. Yəni balaca profitləri saxlaya elə götürdüm. Yəni sadəcə 2 dənə trade. Buradan da göstərirəm. Burada orders. Burada 3 dənə göstərir çünki hesab satılanda 2 dənə trade tutalım girmişsə 4 kimi sayılır. Çünki bir dəfə alırsınızsa bir dəfə satır deyə 2 dənə çıxır. Buradan da 1087 günlük profit. Yəni bundan artıq istəmədim çünki consistency üzərinə elə də çox çıxmaq istəmədim. Yəni bu qədər. Yəni çox belə sadə, qeyri-adi, yəni burada heç nə yoxdur sadəcə. Qiymət gəlib reaksiya göstərib, kiçik bir trade buradan götürmüşəm, scalp balaca, çox balaca. Qiymət gəlib buradan volume area low-dan reaksiya göstərib, onu girmişəm, bura kimi saxlamışam. Bu indi fonda belədir, evaluation'da idi ki, axıra kimi saxlamışdım. Demək, burada mən daha tez enter eləyəcəkdim. Record eləyirdim burada deyə videonu daha tez girə bilmədim əslində. Burada göstərəcəm videonu tezləşdirmişəm. Daha aşağıdan həmin o reaksiya olan kimi mən girirdim. Yəni 1-in 2-yə burada error göstərəcəkdim. Sonra overnight'ın səviyyələrini çəkdim.
Burada break-even qoymama səbəbim həftəlik və bugünün səviyyələri bir yerə düşdüyünə görə o yer mənim üçün güclü sayılır. Ona görə break-even qoymadım və gözlədim. Həmin yerdən rejection yedi qiymət və bundan sonra da errordan da rejection yeyibsə, yəni oradan bir daha da girmək olardı. Yəni bir kontrakt əlavə eləmək olardı. Və bu qədər. Bu qədər dostlar. Güman edirəm video xoşunuza gəldi. Daha çox belə videoların gəlməsini istəyirsinizsə, yəni bölüşün fikirlərinizi, əgər sizə maraqlıdırsa, mən daha da çəkərəm belə videolar. Mənim üçün yəni ki, günlük götürəcəyim sadəcə tradeləri çəkməkdir. Əgər başqa bir fikirləriniz varsa, başqa bir məsləhətləriniz varsa, bölüşün. Çox sağ olun ki, videoya baxdınız. İnşallah gələcək videolarda görüşərik.